Salam əziz izləyicilər, kanalımıza xoş gəldiniz, səfalar gətirdiniz, gününüz aydın olsun. Rəbbimin nuru, bərəkəti üzərinizdə olsun. Kimin nə arzusu var, kimin nə sıxıntısı varsa, bütün arzularınız yerinə yetərək sıxıntılarınız tezliklə sizin üzərinizdən uzaqlaşsın əzizlərim. Dualarım da sizlərlə olsun əzizlərim. Bugün də sizə dilek proqnozunu bildirmək istəyirəm əzizim. Bu iki fincanın birinin niyyətini tutun əzizlərim. Birinci fincandan başlayaq. Birinci fincanın niyyətini tutanlar üçün niyyətinizə görə açaq. Bütün sıxıntılarınız getsin. Həyatınızda gözəlliklər, yeniliklərlə dolu olsun. Həyatın ən gözəl nə arzulayırsınızsa, gözəlliklər sizinlə olsun. Əziz izləyicilər, birinci fincanın niyyətini tutanlar, 2-3 dənə yolunuz var. Bir yolunuz elə düşünürsünüz, amma 2 yolunuz açıqdır əzizim. Bir hərəkətlənmə ola biləcək. Biraz elə bir alacaqların mı, verəcəklərin mi var? Biraz tıxanmış kimi qalmış işləriniz. Və ya iş yerində iş yoldaşın sənin və ya ailə içindən biriləri sənin canınız biraz sıxa bilər əzizlərim. Amma üzünü güldürəcək məsələlər olacaq. 2-3 həftə içində üzün güləcək əzizim. Əngəllərin qalxacaq, əlinə biraz ruzu gələcək. Amma gəldiyi kimi də gedə bilər. Bir başqa ölkəyə, şəhərə getməyi düşünürsən. Amma 2 yol ayrıcığında qalmısan. Karyeranla işlərin yavaş-yavaş gözəl getməyə gedəcək. Çünki gözəl təkliflər gələ biləcək. Qərar verə bilmədiklərim var. Amma üzün güləcək. Çünki qərarı verəcəksən. İçdən içə göz yaşları tökdün, dualar etdin. Bir şeyləri ürəkdən çox istədin ki olsun. Amma yarım qalmış işlərim qalmış. Bəzi işlərin olmamış. Adında R, M, T hərfində sizin enerjinizə qarşı çıxa bilər ya çıxmış. Bir 5 həftə içində biraz özünüzə diqqət edin. Baş ağrıları, sıxıntılar, ruh halı, tərləmə, halsızlıqlar hiss edə bilərsən. Bu da əzizim bəzilərinizə tilsimdirmi, negativdirmi, bəzi şeylər sizə oluna bilər. Biraz ona da diqqət edin əzizim. Bəzi işləriniz də tərs gedə bilər. Bu da sizin üzərinizdə, yəni göz nəzərin olmağıdır. Göz aydınlığı ola biləcək sizə. Elə bir 17 günəmi, 17 həftəyəmi bəzi işlərinizlə sevinəcəksiniz. Keçmişdəki bəzi keçmişi düşünürsünüz bəzən. Və ya keçmişdən bəzi insanların enerjisi sizdə qalmış. İçinə salıb düşünürsən. Bir anda hər şey qopdu mu? Elə bir qarşı tərəflə fərqli bir dünyadasınız, ayrı-ayrısınız elə bir. Arandakı amma bağ qopmamış. Təmiz, çox təmiz niyyətim var əzizim. K, Ü, E hərfi istifadə etdilər, yarı yolda buraxıldın. 21 gün içində bir üzləşmən ola bilər. Gözəl bir bərəkət görə bilərsən. Fürsətlər qarşına gələcək. Bir iş imzası, alım-satımla qərara gələcəksən. Gələn gəlirin elə bir ki, biraz durmuş. Yəni, biraz hərəkətsiz olan işlərin var əzizim. Çalışın bu fincanın niyyətini tutanlar, mücür duasını, bağlı qaplarınız, kimin bağlı qapları var açılar, pənah verən bu duadır, inanın ki. Oxuya bilmirsiniz, bir dəfə, heç ayda bir dəfə yandırın internetdən, evinizdə o mücür duasının səsi gəlsin əzizim. Əlinizə maddiyyat gələ biləcək, az da olsa əlinizə gələcək. Gözlə görmədiyin işlərə inanmayacaqsan. Bir kiraya getmək istəyirsən, kira bir ev tutmaq istəyirsənmi, bir kira axtarırsan və ya yaşayırsansa, kirada qalırsansa, o kiradan çıxıb başqa yerə getməyi düşünürsən əzizim. Həyat yoldaşınla ər-arvad arasında, üzr istəyirəm, bir ayrılmışlar olmuşsa da aranızda ayrılmışsınız. Yəni aranızda bəzi işlər düz getməmiş, elə biraz aranızda pərtlik olmuş, nətər pərtlik, üzr istəyirəm. Yəni aranızda anlaşmamazlıqlar olmuş, ayrılmışsınız. Amma artıq birləşə bilərsiniz, yenidən birləşə bilərsiniz. Ürəyin biraz ondan soyumuş. Düzdür, gözlədin, geri dönməsini gözlədin. Amma dönsə də bir soyuqluq var içində. Üzərində olan yükün yavaş-yavaş dağılacaq.
boşa gedən pulların oldu. Yəni Rozun əlində ola o pullar hara getdisə bilmədin. Yəni heyfin gəlir, zamana heyfin gəlir. Tahammülün yox artıq, heç kimə artıq inana bilmirsən, qapıları aça bilmirsən. Ailə içindən ya çevrən tərəfindən birilərinin tənbəlliyindən baxıb yoruldun. Bəzən getdiyin yerlərdən özünü xoşbaxt hiss edə bilmirsən, boşluqda hiss edirsən. Ortada söz aparıb söz gətirən biriləri var, ona diqqət et. Ailədə bir dostunmu, ailə dostunmu və ya qohumun sizdən dəstək istəyə bilər. Ödəmən var, hər şeyi düzəltmək istəyirsən. 3 ayrı-ayrı yerdən çıxış qapıları olacaq siz üçün. İçinə sıxdığın məsələlər var. Ailə içində maddiyyatla sıxıntıların var, hisslərin güclüdür. Təkrar qüvvən artacaq, çox şeylərə yanıldın. Güvəndiyin insana yanıldın elə bir, qarşı tərəfdə. Bəlkə də övladındır, övladıva baxıb yanıldın ki, yəni, niyə mənim belə övladım məni anlamır, başa düşmür, başa salıram da başa düşmür, səni səhv anlayır. Amma toparlanacaqsan, olmaz dediyin işlər olacaq əzizim. Bir kişi bir qadından güc alır elə bir, qısa-qısa yollarınız var. Bir kişi sizi gözləyir bir yol dayancağında. Zehnin çox doludur əzizim. Gələcəklə qayğıların var gələcəyə qarşı. Çalış axşam vaxtı düşəndə Nas Fələk surəsini 41 dəfə oxuyun için əzizim. Çünki bəzən halsızlıq, gah keyfin yaxşı olur, gah keyfin pozulur. Baxırsan heç dostum qalmamış. İlan kimi fəsadçı insanlar çoxuldu həyatda baxırsan. Diqqət et, mücadilələr çox verdin, amma zəfəri qazanacaqsan, muradına çatacaqsan. Hiləgərlik, yalanlar, dolanlar ətrafında oldu. Bəzi insanlara subut edə bilmədiyin məsələlər oldu. Hər şey deyirsən, mən edərəm, həll edərəm. Yəni, özünü sinəvi qabağa vermirsən. Artıq birilərlə ilgilənmək istəməyəcəksən. Anidən sevgi başlaya bilər. Deyirsən ki, yox, daha sevmərəm, amma anidən başlaya bilər. Bir gəlişmə ola biləcək. Bir şeylərə inad edirsən. Son qərarı siz verəcəksiniz bir məsələlə əlaqəli. Amma hara gedib gəlsən, tez nəzərlənsən, ağırlığı tez çəkirsən, yeni səhifə açacaqsan, doğru addım atırsan. Bir qərarsızlıq var, düzələcək, yüksəlişin ola biləcək. Bəzilərlə iş yerində bir anlaşmamazlıq ola bilər. Kimin niyyəti, nə niyyəti var bilmirsən, maskalı insanları görəcəksən. Sevgi həyatında da ikiləmdə qərarsız kimisən. Biraz axışda qal. Yəni, bəzi şeylər önəmli deyilsə, yəni axışda qal. Aprel ayında getgəllər çox ola biləcək, təmir işləriniz ola biləcək, ya kiraya bir yeri vermək istəyəcəksiniz. Evlilik yolu var elə bir. 50 yaşlarında birilərinə arxalanmaq istəyəcəksən. Amma baxırsan ki, arxa da dura bilməyə bilər. Əlində bir çanta, çamadan harasa gedirsən. Sosial çevrəndən biriləri sizə qarşı addım ata bilər. Amma sizə addım atmaq da istəyir, bax çıxır. Onun öz qarşı tərəfi sizə tərəf gəlməyinə imkan vermir. Üzərində çox nəzər, nəfis var əzizim. Çox hərəkətdəsən, işləyirsən. Amma çox işləyirsən, baxırsan ki, bərəkət yoxdur, bərəkət qalmır. Biriləri bax, özünüzə bir zinət əşya, bir qızılmı, nə isə almaq istəyəcəksən. Elə bir işçi axtarırsınız və ya siz özünüz bir dayə kimi gedə bilərsiniz, yemək pişirən kimi gedə bilərsiniz, evdə işləməyə, bir ev işi görməyə, elə bir ki, qazanca baxacaqsan, razılaşmaq istəyəcəksən də, istəməyəcəksən də, amma razılaşın, sonra işləyə başqa işlər də çıxacaq siz üçün. Bəzən qorxular olur içində bir sir var, sirvi gəzdirirsən. N hərfi çox darıxır siz üçün, fikirləşir. 2 qadından uzaq olmaq istəyirsən, olacaqsan da, çox seçicisən. Hər kəsi yaxınına buraxmaq istəmirsən. Çünki gördüyünü gördün həyatda. Öz ayaqların üzərində duracaqsan. İmza atılma ola biləcək. Buna biraz diqqət et. E hərfi sizinlə danışmaq istəyəcək. Gözləmədiyiniz qonaq gələ bilər evinizə. Bir gün yaxşı, bir gün pis olursan. Ailədən biriləri motosikletimi alacaqsınız, ya özünüz motosiklet almaq istəyirsiniz, amma evdəkilərin biri razı deyil. Bir qadın ailəsinə qarşı bir bağı kəsib. Amma inanın ki, 3 ayın içində gözəl bir möcüzə yaşaya bilərsiniz.
Bax, 2 ayın içində ər-arvad arasında bəzi problemlər ola bilər. Həyat yoldaşını istəməyə bilər və ya bir yol axtarır ondan uzaqlaşmağı. H hərfi birisi enerjisi, sizin enerjinizi və ya H hərfinin də adında H olan birilərinin enerjisini düşürmək istəyənlər var. Bax, borcların var, darıxırsan, bəzi işlərə peşman olmusan, kaşkilərin var, tələsdim. Maşın almaq istəyirsən və ya aldığınıza görə peşmansınız ki, mən bu maşını niyə aldım? Beynin çox doludur, zehnin çox doludur. Birilərin yanında çox sıxılırsan, sizinlə maraqlananlar, izləyənlər var, sizə dəyər verənlər ola biləcək. Sağlığınla əlaqəli bir əməliyyatdırmı, əməliyyata getməyə qorxursan, içində bir qorxu var. Mirasla sizə biriləri pay verəcək, pay düşəcək, xəyalların var. Təmiz niyyətli olmayan insanlardan uzaqlaşacaqsan, çünki səni çox yorur bəzi insanlar. Birilərinə zəng eləyirsən, hey məşğuldur, düşə bilmirsən. Bir ev mi satırsan, sata bilmirsən, darıxırsan, nə vaxt satacaqsan. İnşallah 3 ayın ərzində bəzinizdə bakıma aiddirsə bilir, evini sata biləcək, anidən hər bir şey gedəcək, sevinəcəksiniz. Cəsarətlisiniz, elə bəzən cəsarət edə bilmirsiniz. Sevgi həyatında bir ortamda qalmısan, elə bir keçmişdə biriləri gələ bilər, illər sonra peşman olub qayıda bilər. Biriləri sizin enerjinizi düşürür, psixoloji sizi çox yorur. Ya bəlkə də övladındır, bəlkə də həyat yoldaşındır, bəlkə də qardaşın, bacındır. Səbr etdin çox şeylərə, sıxıntılara uzaq edəcəksən, qüvvətlisən. Bir şeyə sizə vəsilə olanlar olacaq, bir məsələlə əlaqəli. Partnyoruna qarşı biraz şübhələrim var, bəlkə də həyat yoldaşına qarşı, ailədən birilərinə qarşı biraz şübhələrim var. Amma şübhələndiyin doğru ola biləcək. Sizdən halallıq istəyən biriləri ola biləcək. Biraz ehtiyatlı ol. 3-4 ayın içində sizi haqsız duruma düşürmək istəyən ola biləcək. Sizə ilişənlər var. Qısa boylu, qısa saçlı. Sizə nə isə bir tilsimlər, negativlər edir, oxuyur. Şəklivə mi oxuyur, sizə mi? Ona görə deyirəm, bax, paylaşmayın, statusda, telefonda şəkillərinizi paylaşmayın. Götürürlər, görürsünüz, şəklinizin üzərində iş aparırlar, şəklinizin üstündə negativ edirlər, özünüzü hərdən halsı silirsiniz, evdə elə bir səslər eşidirsiniz. Siz bax, sayılan, sevilən insansınız, çox hissiyatlısınız, 6-cı hissiniz açıqdır. Sizə paxıllıq edənlər var, sizə sıxıntı yaradanlar var. Ortada bəzi insanlara qarşı soyuqluğun var, ruh halın olur hərdən. Eyni yerdə, bəlkə də eyni ölkədə yaşadığın düşmənlərin var, onlara qalib gələcəksən. Yıxıldım. Amma yenə də yıxıldığım yerdə qalxıb ayaqdayam. Maddi, mənəvi sənin yanında olanlar oldu. Qürur duyduğun biriləri var. Alacaq verəcəyin olacaq. Sizinlə biriləri barışmaq istəyirəm, o fürsəti siz vermirsiniz. Sənin üçün artıq o şeylər bağlandı. Öz işinlə məşğul olub işvə davam edəcəksən. Ümidin olmayan yerdən bir ümid qapıları açılacaq sizə. Birilərin hərəkətlərin yanlış olduğunu görürsən, amma göz yumursan. Maddiyyat tərəfi ailədən düşünməyən və ya siz elə ikiniz bir yerdə yaşamaq istəyirsiniz, amma maddiyyatı düşünmürsünüz ki, maddiyyat olmasa mümkün deyil. Yəni, iki tərəfdən də maddiyyat çatışmamazlığı var. Əməyivin qarşılığını görəcəksən. Əlindən bax, biraz pullar çıxacaq. Borclarını da bağlaya biləcəksən. Göz yaşların olmuş. Birilərinin ayrılıqla əlaqəli geri dönüşü ola biləcək. 3-4 nəfər səndən önəmli söhbətlər aparacaq. Həyatından bir çox da məmnun deyilsən. Həyatını dəyişmək istəyəcəksən. Dedikodular var ətrafında. Özünü yüksəklərdə görən bir qadın var. Biriləri sizdən uzaq olmuş. Bax, birisi sizdən demək niyə uzaqdır, ona baxıram diqqətlə. Çünki sizi yox, dostlarını üstün tutur. Öz dostlarına qiymət verir, amma sizə qiymət vermir. Biraz qırğınlıq, küskünlük. Bayramdan sonra elə bir ki, bax, bayramı yola verdiniz, bəziniz rahat keçirdiniz, bəziniz biraz sıxıntılar içində yaşadınız. Amma inşallah ki, gözəl addımlarla irəliyə doğru gedəcəksiniz. Evliliyə doğru da gedəcəksiniz, əzizim.
Bəzi işlərdə əksiklik ola bilər. Biraz diqqətli olun, tezcanlı olma. Bəzi mübahisələrə girə bilərsiniz, tartışmalar ola bilər. Çox insanın üzünü, can dediyi insanların üzünü görəcəksiniz. Bir də yaxınlıqda bir qonşu var. Bax, çox sözünüzü danışır, çox sizə bəxtəvərçilik verir. Biraz bax, o insan sizin qarşınıza çıxan kimi sizin işləriniz hamısı, yəni heç bir işi düzəlmir. Yəni onun özündən asılı deyil, yəni nəfsi var içində, çox nəfsi var. Yəni siz ona bəlkə də verirsiniz, əlinizə düşəni verirsiniz ki, nəfsi üzərinizdən geçsin, amma biraz da artırırsınız. Siz verdikcə o deyir, varı da verir. Amma bir dəfə verməyin, üzərinizdə onun nəfsi qala bilər. Məsəl var, deyir, 40 il çiynimdə daşıyıram, bir günü yerə qoydum, məndən pisi yoxdur. Bax, elə bir qonşunuz var sizin. Ona görə də diqqətli olun. Diqqətinizə görə var olun, sağ olun istərəm. İkinci fincana keçək. İkinci fincanın niyyətini tutanlar üçün fincanımızı açaq əzizlərim. Bütün sıxıntılarınız uzaq olsun əzizlərim. İkinci fincanın niyyətini tutanlar, o qədər yorğunsunuz ki əzizim, vəfasız insanlardan yoruldunuz. Artıq çox planlarınız var. Kiçikdən başlayıb böyük işlərə gedəcəksiniz, böyük işlər görəcəksiniz. Yavaş-yavaş hər elədiyiniz işin dəyərini biləcəksiniz. Ağlında olan fikirlər gözəlləşəcək, ideyaların ola biləcək. 6 ayın içində çevrəvi genişləndirəcəksən, dəyişdirəcəksən. Vəfasız insanları uzaq olacaqsan onlardan. Hətta deyərdim 6 ayın içində küstüyün insanlarla da barışığın ola biləcək. Sevdiyin insanlarla sıx-sıx bağlanacaqsan, negativ artıq düşüncələr içərisində idin, negativ düşüncələrdən uzaqlaşacaqsan, maddiyyatla olan məsələlərinizi, hətta deyərdim başqasından yardım istəmirsən, istəmək də istəmirsən yardımı. Çünki özün tək başına bugünə kimi hərəkət etdinsə də, deyirsən bugündən o yana da tək başına addım atacağım. Arxanda parlaq düşüncələr, bəzən negativ içərisində, çətinlik içərisində oldun, ayrılıq acısı yaşadın, bəlkə də bəzi haqsızlıqlar görərək çox qara-qara düşüncələr içində oldun, tək qaldın. Qarşı tərəfin egosunu gördün, düzdür, şəfqətli, enerjili, amma egosu var. Öz rahatlığını düşünən insandır. Qarşı tərəf hiss etdiyini belə sənə söyləməyən bir insandır. Yəni bir-birinizə zid gəlirsiniz. Onun egosuna görə üzgünsünüz, canın sıxılır. Yavaş-yavaş planlar edəcəksən həyata keçirmək üçün. Birilərinə meydan oxuya bilərsən. Boş şeylərin üstündə, boş şeylərin üstündə. Yeniliklər istəyirsiniz, amma hələ deyirsiniz vaxtı deyil. Çox güvənli birisən sən. Ürəyin təmiz, əlin açıq. Hətta deyərdim, səndən gözlədiklərin, gözləyən, səndən hər bir şey gözləyən insanlar var ətrafında. Səndən bir şeyi qəbul etmək istəyir. Ailə içindən biridirmi, çevrəndən biridirmi? Mübahisələr, sevgi həyatında anlaşmamazlıqlar ola biləcək. Bir bitiş, bir ayrılıq, bir gərginliklər ola bilər əzizim. Bax, bu niyə belə çevrildi? Bax, ailə içindən ya əqrəb, ya qoç, ya əkizlər bir dönüşlər ola biləcək. Enerjiləriniz qüvvətlənəcək, amma səbirli olun. İşlə bəzi sıxıntılar da yaşaya bilərsiniz. Bəzən sən duyğusal həyatını iş həyatınla bir-birinə qarışdırırsan. İş yerində birilərlə duyğusal bir bağın var. Bir yanlış sevgi də elə bir. Sevgiyə də qarşı qorxu var özünün içində. Bəzi yanlış, gizli sevgilər də üzə çıxa bilər. İşlə əlaqəli bu aralar diqqətli ol, çevrəndəkilərə diqqət et. Aprel ayında bir dəyişim etmək istəyəcəksən. İşdən ayrılım, ayrılmayım düşüncələr içində iş axtarırsan. Sizə edilən bir haqsızlıq. Biri ilə qarşı-qarşıya gələ bilərsən, tədbirli davranacaqsan. Bəzi şeyləri unuda bilmirsən. Düzdür, deyirsiniz keçmişi keçmişdə qoyun. Deyirəm onu, çoxuna deyirəm. Amma elə keçmiş var ki, onu geridə qoya bilmirəm. Onu düşünəndə boğuluram, əsəbləşirəm.
Yaxşı olmayan vaxtlarda mən özümə təsəlli verdim. Bu sevgi, bu həyat məni çox yordu deyirsiniz. Çox yoruldum. Yetər. Nə olursa olsun artıq yetər deyirsiniz. Yalan olan sevgiləri nə qədər yoxluyum. Yalanı yox, dürüstlüyü sevirsiniz siz. Nə qədər ağır olsa da doğruluğu sevirsiniz. Psixoloji yoruldunuz. Çox şeyin fərqindəsiniz. Ürəyin köz-köz olub elə bir. İçinə sıxılmış. İçinə sığmır. 3 ayın içində yollar açılacaq. Küsüb gedən biriləri qayıda bilər. Güvənmirsən artıq. Borcun var, zəng edirlər, açmırsan, borca görə bəlkə də açmırsan və ya sizə borcludular, zəng edirsiniz, əngələ qoyurlar, açmırlar. Bir dəstək görəcəksən, birindən məmnun olacaqsan, üzünü güldürən, yəni bəzi insanlar ətrafında olacaq, yəni ailənin sağlamlığını, huzurunu istəyirsən. Keçmişdə sevdiyin biriləri oldu, onun səsi sənin ürəyində qaldı. Artıq sevdiklərini diqqətlə qulaq asırsan ki, sonra onu duya bilməzsən. Aprel ayında da şans, uğurlar həyatına, may, aprel, bəzinizdə hətta deyərdim iyul, avqust aylarında bir şansınız ola biləcək. Qorxular var içində, çox düşünürsən, qorxuların üzərinə gedəcəksən, sizdən 3 yaş böyük ya 3 yaş kiçik birilərlə tanış ola biləcəksən, haqq etmədiklərin oldu həyatında, keçmişi geridə qoyub gələcəyə baxacaqsan, biraz durğun məsələləriniz var, kefsizsən bu aralar, ailədə birinə qarşı və ya çevrəndən birinə qarşı şübhələnməyə başlayacaqsan ya da iş yerində birinə qarşı kimə güvənim, güvənməyim düşünürsən, rəsmi yerdən 2 işin ola biləcək, çözəcəksən, zehninə qoyduğunu edəcəksən, uzaqda sənin yaxınınmı, qohumunmu, tanıdığın biriləri üçün darıxacaqsan onun üçün, ya da onun yanına gedə bilərsən. 3 ayın içində evinə bir əşya alacaqsan, ailə böyüklərindən biriləri üzgün, yorğunluğun görəcəksən, bu aralar huzursuz, bitkin kimi ola bilərsən, sağlığına diqqət et. 2 nəfər, bir kişi, 2 qadın, yox, bir kişi, bir qadın üzr istəyirəm, fitnə fəsad insandır, arxandan dedikodu edirlər. Amma buna baxmayaraq olumlu məsələlər olacaq həyatında, sıxıntılar gedəcək, darıxma. Düzdür, sənə xoş olmayan zamanlar yaşadın həyatında. Gözəl dostlarla olacaqsan, gözəl başlanğıclar etməyə başlayacaqsan, bir xəbər gələcək sənə. Bəzi insanların, qohumların gerçək yüzünü görəcəksən. Bu aralar bu 2 ay, 3 ay belə diqqətli ol. Yəni huzurunla əlaqəli, sağlığınla əlaqəli gündəmdə olan bəzi sıxıntılar yaşana bilər əzizim. Darda qaldığın günlər oldu əzizim. Dualar etdin, o dualarla qapı açdın. Ani bir dəyişim ola biləcək. Çevrən çoxala bilər və ya çoxluq ortamında ola bilərsən. Bəzi insanlar bax ətrafında dolanır. Yəni səndən nəysə maraqlanır, səndən söz almaq istəyir, ağzından söz almaq istəyir. Qarışıq həyatın oldu. Bir şeylərə yetişmək istəyirsən. Sizin durumlarınızı bilən var biriləri. Biri için çox fəda etdin, əmək verdin, özünü çox yordun o insan üçün. Amma o insanın baskıcı bir xasiyyəti var. Sizdən uzaq qala bilmir. Elə bir əksiklik var aranızda. Səni qırdı mı? Amma qırdığı yerdən də özü qırılacaq. Keçmişlə biraz üzləşə bilərsən. Keçmiş yaralarını özün bağlayacaqsan, gələcəyə artıq diqqətlə baxacaqsan, sahiblənmə duyğusun var səndə, sizdən dəstək gələcək birilərinə, heç gözləmədiyin birindən bir dəstək ala bilərsən. Siz üçün əzizlərindən, sevdiklərindən ayrılmaq çox çətin oldu. Sizi axtarmaq istəyən biriləri var. Bəzən səbirsiz olursan. Ailədə, aşqda, sevgi, bir şey gözləmirsən artıq. Çünki çox yoruldun. Çox yalanlarla üzləşdin. Artıq gözləmirsən. Bir sevdiyin varmı? Ya biriləri var, ondan qaça bilmirsən. Qaçırsan hələ şey kimi yapışıb. Yapışıb bıraxmır səni elə bir ki, ondan çox yoruldun. Artıq ondan qaçmaq istəyəcəksən.
Ya birilərini ailevə ala biləcəksən, ailənlə tanış etmək istəyəcəksən. Birilərinə o qədər üz verdin ki, əlvi versən qolvu qoparır əzizim. Bir neçə yerdə fikrin var. Ya yer açmaq istəyirsən, ya bir iş yeri açmaq istəyirsən özün üçün. Ya bir şirkət mi açmaq istəyirsən, ya bir şirkətlə danışıq aparacaqsan. Telefon zəngi gözləyirsən, ya alım satımla balaca bir yer alıb, bəlkə də ətirlərlə və ya neysə bişir düşürlə də ola bilər. Əşyalar satışında ola bilər. Neysə bir satışla məşğul olmaq istəyirsən. Biriləri sizi yarı yolda buraxıb getmiş, yenidən sizə dəstək olub, yəni qarşınıza çıxmaq istəyə biləcək. Qohumlardan yox, yəni qohum olmayan insanlardan gözləmədiyin yerdə dəstək görəcəksən. Bir yandan əlinə pul gəlir, bir yandan gedir, əlində ruzu bərəkət qalmır əzizim. Çox çalışqansan, işinə bağlısan, amma ruzuna, sənin ruzuna göz qoyanlar var. Yəni paxıllıq edənlər var əzizim. Bax biraz çətinliyə düşmüsən bəzinizdə. Çalışın, bax zikr edin. Ya Kuddus zikrini 170 dəfə. Yəni Allahdan istəyin. Olmayan işləriniz həyata keçə biləcək. Ən ağır belə arzularınızı belə olmayan işləri Allahdan istəyin. Yəni o sizə yetirəcək, qurban olduğum. Birinə sahib çıxacaqsınız. Acılar çox çəkdin. Biriləri özünü dəyişdirərək, yəni çox siz xarakteri, xasiyyəti ağır olan, hər şeyi dığdıq eləyən, hər şeyi danışan, bu da nədir? Yoxluqdan bəzi səhvlərə addım atmış bir kişi, yəni sizə tərəf addım ata biləcək. Cavan biriləri, pis niyyətli insanlar yəni ətrafında qalıb elə bir oyanır bu aralar. Bir oyanış olacaq onun üçün. Bir çıxılmazın içində ola bilərsiniz, narahat olma, çıxacaqsan. A hərfi, S hərfi, T hərfi bir kişi. Buna çox diqqət edin. Çox diqqət edin. Çevrəndədir, qohumdadır. Kimdirsə özünüz çox yaxşı bilirsiniz. Biriləri sürəkli tez-tez eyni sözü o qədər danışır, sən baxırsan, yəni yorulursan onun sözlərini, amma dediyi də olacaq. O deyirlər ya, yəni bir şey düşün, zehninə kodlaşdır, o olacaq, bax istədiyi olacaq. Üz-üzə danışmaq istədiyin biriləri var, amma o zəng edir, zənglə istəyir, amma siz onunla üz-üzə gəlib, onun davranışına, gözün içinə baxaraq hərəkətini bilmək üçün üz-üzə gəlib danışmaq istəyəcəksən. Çox şeyləri qulaq ardına atacaqsan artıq, bir plan düşünürsən, edim, etməyim. Gənc biriləri ailədən ticarətə addım atmaq istəyəcək, kiçikdən başlayıb böyüyə keçəcək, çox gözəl ola biləcək. Bir barış ola bilər. Biriləri söz verib sözün üstündə durmayan insandan uzaqlaşacaqsan, bir qucaqlaşma var. Birisinə qarşı səhv etdinmi? O səhvi düşünürsən, sevincli xəbərlər ola biləcək, qaranlıqlardan çıxacaqsan, dardan qutaracaqsan, bəzən boğazına tıxanıb qalmış bəzi məsələlər oldu, hamısı bunlar keçib gedəcək, fərəhliyə çıxacaqsan əzizim. Xain insanlar var əzizim, bunu bilirsən. Səndən gizlətdikləri bir şey var ki, yorğan qalındır dediklərinə görə ki, fikirləşirlər ki, bu şeylər ortaya çıxmaz. Amma Allahın ədaləti var. Ürəyin o qədər safdır ki, sənin düzdür ki, doğrusan ki, onların pislikləri üzə çıxa biləcək. Sən oturub izləyəcəksən. Hətta düşmənin övladı var, düşmənin övladı ola bilər. Ailəsindən birilərinin sıxıntısını eşidəcəksən. Sizə atdığı haqsızlıqlar, şər, negativlər, özləri öz bədəlini ödəyəcəklər. Biraz zaman var, narahat olmayın. Dualara bağlanırsınız. Bu dualar sizə çox kömək olur. T, M hərfində sizə xoş xəbər gətirəcək. Düzdür, bəziləriniz 5 aydır, bəziləriniz 9 aydır ki, əziyyət çəkdiniz. Bunlar hamısı keçib gedəcək. Müjdəli xəbərlər gələ biləcək. Tez-tez zikirlər edin. Bax, fincanın niyyətini tutanlar, ya Lətif, ya Qafur, ya Rəzzaq, ya Səlam, ya Vedud, ya Hafiz. Bu zikirləri tez-tez deyin əzizlərim. İnanın ki, bu fincanın niyyətini tutanlar, bu zikirlər sizə kömək ola biləcək. Bir sevdiyin vardı, sevirdiniz, bir-birinizə çox bağlıydınız, amma ortaya biriləri girdi, xaincəsinə, üçüncü şəxs sizin aranıza bir ayrılıq saldı, bir-birinizə güvənmədiniz, inanmadınız. Bax, bu ayrılıq yaratdı. Bəlkə də həyat yoldaşından sənin xoş gedən həyatıma mane olanlar oldu. Fikrin var, harasa oxumağa mı, işləməyə mi getmək istəyirsən, niyyətin var. Və ya ola bilər ki, sınavı verdin, bəlkə də imtahana, başqa ölkəyə, başqa şəhərə yazmısan ki, düşmək üçün övladıma sevinəcəksən, övladınla qürur duyacaqsan, övladın sınağından keçməyinə, yəni ali məktəbə qabuluna eşidəcəksən, bir neçə aydan sonra sevinəcəksən əzizim.
Biriləriniz müəlliməliyə ya müəllimliyə vermisiniz, onun sevincini yaşayacaqsınız. Və ya müəllimə siz müəllimsiniz, evinizə, yəni şagirdlərinizin artımı ola biləcək. Müştəri ilə işləyirsinizsə, müştəriləriniz 2 aydan sonra gözəl müştəriləriniz çoxalacaq əzizim. Biznesdə, ticarətdə durğunluqlarınız vardı. İnşallah bunu vergi ilə də əlaqəli məsələlərinizi həll edəcəksiniz. Bilmirəm, qalıqdır, borcdur, nədirsə onu ödəyəcəksiniz və ya sizə bir şok olacaq ki, sizə deyiləcək ki, orada bir borcunuz var. Təmizlik işləri aparın əzizim. Bax, mən sizə deyirəm, rüqayə ayələrin yazın internetdən, indi çoxunuz bilmirsiniz. Bir balon su götürün, sirkə, duz, böyük duzdan tökün. Birinci dilek proqnozunda bildirdim əzizim. Rüqayə ayələrini oxutdun, onunla həm yaxalanın, həm də evə çiliyin, içə də bilərsiniz əzizim. İnanın, özünüz hərəkət etsəz, heç kəs sizə bata bilməz. Diqqətinizə görə var olun, sağ olun əzizlərim.